Salam, hər vaxtın xeyir olsun. Biz növbəti elimizə dəvət olunduq. Radiatorların burada stanovka olunmağıyla bağlı 5 dənə radiatordur. Onları biz gördüyünüz kimi kraştenlər açıb divara bərkinir. Bax, görürsünüz. Alüminium kraştendir. Bir də ki, əziz izləyicilər, onu deyim mən sizə. Bu qoşulmanı qoşublar, düzdür. Bu heç bu 50% istilik verir. Ancaq bunu əyri qoymuşdular. Bax, bu stipol borusundan çəkilibdir. Qayka ilə bağlanıb, rekorla qoyulubdur. Bildiniz nə demək istəyirəm? O da əyridir. İçəri hissəsini oyub bir təri bir zülümlə krantı yuxarı qaldırmışam ki, haradasa yarım santıdan çox fərq edirdi hündürlüyündə də. Mərkəz 50 santimetrdir də. Uyğun gəlmədiyinə görə məcburam bunun yuxarısını oydum, biraz krantı yuxarı qaldırdım ki, heç olmasa ölçüyə uyğun gəlsin. Yəni, ən hansı qoşulma budur. Bunu belə yerini düzgün stanovka eləyə bilmirlər. Görürsünüz də, yəni belə ustalar da var. İndi bunu qoşduq, hazır eləmişik. İndi isə keçək o birisini. İndi bunu belə qoşublar, bu radiatoru. İndi bu birisiləri bu cür qoşublar. Görürsünüz, bunları da altla qoşublar. Budur, bax, rezba görsənir, bax. Bunun içərisi bura ilə stipol borusu gəlir, 16-lıq boru ilə. Burada içəridə qayka ilə bağlanır, bir də rezbavoy qoyulur. Bu yaxşı bir şey deyil. Niyə? O qaykadan boşalır, boşalandan sonra istər-istəməz su buraxmağa başlayır. İndi kollektora baxmayın, kollektor üzdə olan şeydir. Kollektoru buraxanda, üzdə olanda düzəldirsən. Amma bu divarın içində olduğuna görə sonra problem yaşadır. 5 dənə radiatordur. Ged onları da çək, yerlərini eyni. İndi hərəsi telefonla buyuruq da. Onları da çəkilişlərə məndən bunu bağlayır. Bunları da çok bağlayır. Bunu çək, gəl sonra bırak. Bunu isə əziz izləyicilər tangitləyirəm. Bunları tangitləyib bağlayıram. Bu rezba kleydir. Bir parça, o bayaqki parça necə oldu? Onu gətir mənə. Hələ sən suşulkan dedin əndə. Onu çəkmişəm. Onu çəkiliş eləmişdim. Bir yaxlısı gündə. Bu gir buranı çək, işığı yandır. Elə görsən elə buradan. Onu çəkiliş eləmişdim. Görüyorsun. Burada heç bir ölçü, bir dənəsi, bir düzəməlli Jacuzzi'nin də eləçinə idi. uyğun gəlmir. Bütün hamısını çox bərbad halda işləyiblər. Çox əyri, müyrü, hardan gəldi budur. Bax, perixadiklər almışam buna görə. Görürsünüz, bax, uzadıcılar radiatora uyğun gəlmir. Məsafəsi düzgün deyil, ölçünü düzgün götürməyiblər. Ona görə də uyğun gəlmir. Çünki gərək işi bilənə verəsən. Yoxsa o müştərilərin çoxları birinci zəngi sırazı, ay usta neçə işləyirsən? Da demir, neçə işləməyə yox. Bu işdən anlayışın var mı, yoxsa yox?
və yaxud işi satırsan, yoxsa indiki bu dəqiqə ustaların çoxu işi satır. Özü işləmir, işi satır heç nə. 1000 manat iş verirsə 500 manatını qoyur cibinə, 500'unu da ona verir ki, işlə, nətər gəldi, işlə getsin. Və ona maraqlı deyil, keyfiyyətli iş çıxdı, yoxsa nə çıxdı, keyfiyyətli çıxdı. Ona öcə dəxli yoxdur. Bu dəqiqə yəni ustaların çoxu o işlə məşğuldur. Keyfiyyət axtarmırlar, onlara ancaq pul lazımdır ki, pul olsun, tez bazar alıb, işi püskünə qoysunlar, qutardı, getdi. Budur, bir gündə nə qədər belə işlə rastlaşırıq. Hələ Ayaz, o jacuzzi bir qara, jacuzzi ilə kəsdiyi ki, ölçü düzgün gəlsin. Düz qoymuyor bax ölçünü, ona görə... Sonra krantı arxasını boş qoymuşdu. Bütün hamısını... Krant oynayırdı üstündə. Bir dənəsi ölçüyə uyğun gəlmir. Hamısı əyri. Deyəm, baxım görüm, onu çəkə bilirsən o. Yeri. Görsən burada. Haradasa buralarda yer dolmalı. Aşağı alt hissəsindən. Kəsinti eləmişik ki, trapın elə bir qarmoşqası düzgün geçsin deyənə görə uyğun gəlmirdi. Bir də bu. Bu krant arxaya qabağa gəlib gedirdi. Oynayırdı, yəni boş idi. İndi amma Ayaz onu düzəldib bəlkə edib. Yəni belə. Hamısı burada bu evdə bir dənə düzəməlli bir şey ölçü ilə işlənilmir. Hamısı da dəli, tərsinə, mətbəxin o arkokratlarını. Hə, deyən oranda çəkeyim. O da var bir şey. Quruzu da, quruz qalxa bilmirdi ki, arkoların əlinə. Burada da ki, yəni bu belə pis çıxmasın. Bu tərpənən şlankdır da sağa sola məsəl üçün yumaq üçün. Bunun arxasında quruz var. Quruzu da ki imkan vermirdi. Arkolar da gedir, hamısı ardı gedir. Sıralama ilə. Belə göstərim. Quruzda qalxa eləyəndə, quruzdakı budur. Gördüyünüz kimi. Bu yuxarı qalxıb eləyəndə, onu elə bir abratla bıraxanda yerinə otuzdurmaq üçün quruzda ağırlıq verir. Yəni bunu çəkdiniz, abratını dala qaytarır. Görürsünüz, abratını dala qaytarmaq mümkün deyil. Gərək əlinə çəksin. Normal halda özü gəlib oturmalıdır sıracı. Ona görə də arko imkan vermir. Gördüyünüz kimi. Belə. Hə, çəkdim. Adi halda o quruz nə üçündür? Şlanqını çəkəndən sonra buraxdın, abratını özü otursun. Qalır bu qədər ağzından. Gedir, perexanlik bağlayıram. Ölçü uyğun gəlsin deyə. Düzgün hesablama eləməyiblər deyə, ona görə də bax budur. Problem budur. Ondan sonra onun bununda heç nə. Bax, bu səhvlərini düzəldirik. Neyiniyək? Bağlayaq görək. Ölçü uyğun gəlməyini. Ondan sonra tangitləyəcəm. Hələ elə belə boş bağlayıram ki, boy ölçüsünə baxaq, görək necədir. Görsən də pis görsənir. Onu da ölçünü bir dəfə götür, qəşək sərgəli qoy da. Qazanxananı özləri yığa, bu sistemi çəkən özləri yığa bilmir qazanxananı. Qazanxananı mənə çağırdılar ki, gəlir. Bu evə birinci gəlmişdim mən sıfırdan. Prosto qiymətlər razılaşmadılar, dedilər yox.
baha deyirsən. Odur, baha da budur. Sonra stanovkasını həmin adam qaçıb yoxdur, yığa bilmir. Gəlmişəm eşinə onun bax belə səhvlərin hamısını düzəldib yığmağa. Hərəsə biri elə, biri belə. Nə bilim, evdə elə hər cürə insan var. Deyir, burada su şultanı. Buna bax. Krantın buradan, böyürdən çək krantı belə. Üzbəyüz, yox, belə bax, belə. Baş hissəsinə bax, əyri durur, bax, görsənmi? Bax, kranta bax elə, su şulkaya girən yerə bax, əyri bağlanır. Hələ ona su vurulmuyubdur. İndi su vurulanda görünəcək, bıraxır, yoxsa yox. Görsən, əyri durur. Yəni, belə tutanda bax, əməli varsa görsənir. Görsənir, əlbəttə, görsənəcək. Hamısı başdan əyə səhv, süv, hardan gəldi, yığıblar. Qazanxananın da bir dənə çəkim. O, sənət əsəri görünsün. Hə də sənət əsəri görünsün. Qazanxanadakı bura, sənət əsəri. Səliqə səhman öz yerində. Dəngə qabı hamısı öz yerində. Bunlar bizim boyunlarımız. Bax, 3 santılıq uzadıcı qoymuşam. Bax, yenə də bax, fikirdir. Bax, görürsən, bax. Buradan dodaq oturdu mu? Buradan gör nə qədər çox qalır. Buna mən neyinin yaxşı, bax. Bax, gör nə qədər fərq edir. Bura demək olar ki, bağlanır bu birisi qaytar. Bax, bunu mən nətər edeyim? Bax, Allaha xoş getsin. Bax, 3 santılıq, 2 santılıq da bağlayanda gödək olacaqdır. Şimdi bax, söhbət budur, bax. Sonra sizin dənginiz, həmişə deyirsiniz ki, neçəyə işləyirsən, qiymət neçədir? Budur, bax, qiymətin axırı belə olur, bax, görsənmi? Birinci sözünüz müştərilər. Budur. Ay usta, neçə işləyirsən? Bax, budur, bax, işləməyin də axırda nəticəsi belə olur, bax. Həmişə qiymət söhbət edilən müştərilərin axırda aqibəti belə olur, bax. Bax, bu cürə olur ki, tardı getdi. Neyini, indi bunu mən zəhləm görünümlü bir 2 santılıq da perexadnik alsın, gəlsin, görək. Uyğun gəlir, yoxsa yox. Zuluma keçmişik də, onun bunun səhvlərini düzəltməkdən ta boğaza yığılmışıq, bu sənətdən ücə adam irgənirik. Valla bu işi görməkdən ücə adam bezir. Sən bura perexadnik alsın, gəlsin. Zulmə keçmişik də, bax, perexod indi alsın, gətirsin.
Hələlik bu qədər əziz izləyicilər. İnşallah növbəti videolarda paylaşana qədər kanala abunə olmağı unutmayın. Bax görürsüz, abunə olun ki, bax belə şeylərlə rast gəlirik, çox rast gəlirik. Hamısını çəkib paylaşacağam ki, görə biləsiniz ki, kim nə iş görür, kim nə iş görmür. Sağ olun, hələlik bu qədər.